Rusiyanın dağılması, bilirsiniz, bəzi belə simptomlardan başqa, bəzi belə göz önündə olan nümunələr var. Axı, bilirsiniz də, Rusiyanın bütün dünya idmanlarını da çıxardıblar. Haradasa öz bayraqlarından keçəcəklərsə, ancaq ağ bayraqla keçə bilərlər. Ağ bayraqla keçə bilərlər, onlar keçirlər. Təsəvvürünüzə gətirirsiniz, Türk idmançısına və ya Azərbaycan idmançısına deyərlər ki, sizi öz bayrağınızla keçməyə icazə vermir heç bir dünyada, heç bir idman yarışına. Ağ bayraqla keçəcəksiniz. Keçərik biz. Onlar keçir. Onların bütün o patriotizmin falan hamısı havadır, hava. Yalancı havadır və indi Rusiya çempionatı, bilməm, kubokudur, nəyəcə futbolda, Spartak alır o kuboku. O kuboku bilməm neçə yaşı var, köhnəlib də təbii ki də, neçənci il, 30-cu illərdən bunlara futbol başlayıb inkişafləməkdə, 20-ci əsrin 30-cu illərdən, yəni 100 ilə yaxındır da. O kuboku belə futbolçu əlində qaldırır ki, mən kubok qazandım, baxın bu rəzalətə və baxın bu mənzəriyə, Spartak Moskvanın kubok qazanmasına baxın. Simptom. Azad bir də göstərin, Azad da bir də göstərin zəhmət olmasa. Bu əla bir... Bu nə gündədilər bunlar hələ. Bunlar kuboku da altdan deşilib, altı deşildi, düşdü yerə, dalı deşiyi oldu. Bu nədir hələ, bunun sifətinə bax. Hələ, kuboku özü yerə filanə dəymədi, o uşağın, o gedənin heç bir təqsiri yoxdur. Kuboku, futbolda belə eləyirlər də, qaldırırlar da, kuboku qaldırırlar, belə eləyirlər, sonra bir-birinə verirlər onu, onlar da qaldırırlar, belə eləyirlər, öpüşürlər, kubokundan qucaqlaşırlar, güləşirlər, kubokundan bilməm nə eləyirlər. Amma bir dəfə qaldırıb belə eləyəcək, kubokun altı düşdü. Çox gözəl bir məqamdır əslində.